Salamlar dostlar. Deməli bugün mükəmməl bir videom var sizlər üçün. İlk növbədə QR kodu skan etdiyiniz üçün və ümumiyyətlə bu videonu əldə etdiyiniz üçün sizə təşəkkür eləmək istəyirəm. Mən Əziz Hüseynov, şəxsi inkişaf və biznes üzrə rəqəmsal coacham. Yəni sizin doğum tarixiniz üzərindən maddi, mənəvi münasibətlər, sağlamlıq üzərində olan problemlərin həllini göstərə bilərəm, dəstək göstərə bilərəm və bunu necə həll edə bilərsiniz? Bunu danışa bilərəm. Amma ilk öncə istəyirəm ki, ümumiyyətlə bu videonun məğzi nədir, ondan danışım. Belə bir şey deyəcəm. Enerjilər doğum tarixində gizlidir və maddiyyat doğum tarixində gizlidir. Ki çoxlarınız artıq görmüsünüz, rəqəmlər var, bir çoxları danışır rəqəmlərdən, ümumiyyətlə hər şey rəqəmlərin ətrafında fırlanır deyərdim və bu günləri sizlərə bir balaca fərqli tərəfdən danışmaq istəyirəm. Ümumiyyətlə enerjilərin necə işlədiyi, bizim sağlamlığımıza, münasibətlərimizə necə təsir etdiyi, pulu necə qazana bilməyimiz, necə qazancımızı artıra bilməyimiz haqqında bir çox tövsiyələr verəcəm, faydalı bir video verəcəm. Onu ilk öncə bildirmək istəyirəm ki, bu videoda 3 dənə açar söz deyəcəm. Videonun əvvəlində, ortasında və sonunda kimlər bu açar sözləri, yəni bu rəqəmlər olacaq təbii ki, kimlər bu 3 rəqəmi mənə yazılı şəkildə göndərsə, həmin şəxs üçün o insanın doğum tarixinə uyğun olaraq uğurlu geyim rəngini və uğurlu həftə gününü məndən hədiyyə əldə etmiş olacaqsınız. Və gəlin ilk açar sözümüzlə başlayaq. Daha doğrusu ilk açar rəqəmimizlə başlayaq. İlk açar rəqəmimiz olacaq 2. Hər şeyi anlamaq deyək buna, 2 ilə başlayaq. Ümumiyyətlə mən bir neçə vaxt araşdırmalar eləyirəm və maraqlanıram ki, bizim nə kimi problemlərimiz var və insanlar niyə xoşbəxt olmağı bacarmır? Yəni niyə xoşbəxt deyillər bu günləri? Bununla bağlı çox araşdırmalar eləyirəm və bizim problemlərimiz var. Bir çoxlarımız ümumiyyətlə hal-hazırda özümüzdə problem olduğunu belə anlamırıq və bilmirik. Bilmirik ki, bu gün bizim problemimiz var. Bilmirik ki, biz bu günləri krizis yaşayırıq, böhran yaşayırıq. Bunu anlamırıq. Belə baxanda nə kimi problemlər var bu gün dünyada və insanlarda? Birinci növ problem maddiyyatdır. İnsanların maddiyyatla bağlı ciddi problemləri var. Bu problem nədir? Ya pul qazanırıq, əlimizdə qalmır, ya da ki, pul ümumiyyətlə gəlmir. Yəni bu 2 növdür. Bu gün böyük bir qism problemlər bundan yaranır. İkinci problem insanların sağlamlığındadır. Bu da psixoemosional vəziyyəti idarə eləyə bilməməkdən yaranır. Yəni insanlar bu gün öz psixoemosional vəziyyətini idarə eləyə bilmir, emosiyaları idarə eləyə bilmir. Burada sağlamlıq yaranır. Bununla bağlı da geniş bilgilər verəcəm. Üçüncü problem isə münasibətlərdə yaranır. Yəni biz daim şikayətçiyik ki, bizim ətrafımızda olan insanlar, bizim yanımızda olan insanlar bizi anlamır. Biz nə desək də biz deyənləri başa düşmür. Rəqəmlərin dilində desək, şuur sahiblər deyir ki, niyə hər şey mən istəyən kimi deyil? Şuur sahiblər deyir ki, niyə insanlar məni anlamır? 3'lər deyir ki, niyə ədalətsizlikdir? Niyə mənə qarşı ədalətsizlik eləyirlər? 4'lər deyir ki, niyə haqsızlıq var? Niyə vicdansızlıq elədilər mənə qarşı? 5 deyir ki, niyə doğru etmədi? Niyə yalan danışırlar? Niyə məntiqsizlik oldu? 6 deyir ki, niyə rahat deyil? Niyə mən rahat ola bilmirəm? 7 şuur sahibi 7 deyir ki, niyə mənəviyyatsızdır? Niyə insanlar mənə hörmət eləmir? Niyə insanlar mənə hörmət qoymur? 8 deyir ki, niyə nəticə yoxdur? Niyə maddi olaraq nəticə vermir insanlar? Niyə insanlar işləmək istəmir? Niyə mənim istədiyim nəticə əldə olunmur? 9 deyir ki, niyə mənə təşəkkür etmədilər? Mənə qarşı ədalətsizlik elədilər. Yaxşı, bu şuur sayılarını necə hesablayaq? Elə danışa-danışa söhbətə keçirəm, amma hesablama haqqında çox da bilgi vermədim. Deməli, ilk növbədə öz doğum tariximizi götürürük. Mən bura öz doğum tariximi qeyd eləmişəm. Yəqin ki, bunu ekrana da verəcəm. Və doğum tariximizi götürürük ilk olaraq. Mən ümumiyyətlə ayın 6-sı dünyaya gəlmişəm. Ayın 6-sı 7-ci ay 1995-ci il. Hələ ki, mən bu videoda böyük ehtimal sizə doğum günündən danışacağım. Digər rəqəmlər, missiya rəqəmimiz, bunlara biraz gec toxunacağım. Ayın 6-sı dünyaya gəlmiş adam, yəni mənim vektorum davamlı olaraq rahat olmağını istəyir, hər şeyin komfortda olmağını istəyir
və sevgi tələb eləyir. Eyni cürə bu bütün rəqəmlərdə belədir. Necə hesablayırsınız? Misal üçün ayın 15-i dünyaya gəlmisinizsə, sizin şuur sayınız davamlı olaraq yenə də 6-dır. 1 üstəgəl 5 olaraq cəmlənir. Yenə də şuur sayı 6-nın istədiklərini istəyir. 16-sı dünyaya gəlmişsə 1 üstəgəl 6 olaraq 7 hesablanır. Yenə də sizin belə deyək də istəkləriniz mənəviyyatda, hər şey mənəviyyatda olmasıdır və 7 kimi hər şey tez eləmək istəyirsiniz. Davamlı olaraq insanlardan təsdiq gözləyirsiniz. 29-u dünyaya gəlmisiniz deyək. 2 üstəgəl 9 eləyir 11, yenə 1 üstəgəl 1 eləyir 2. Rəqəmləri cəmlədiyimiz zaman avtomatik olaraq biz şuur sayımızı görə bilirik. Təbii ki, bizim burada matriçamız da var. Yəni doğum tariximizdə olan bütün rəqəmlərimiz var. Doğum tariximizdə olan bütün rəqəmləri tək-tək cəmləyəndə 6 üstəgəl 7 üstəgəl 1 üstəgəl 9 üstəgəl 9 üstəgəl 5 sonda məndə çıxır 37. Bunu yenidən cəmləyəndə sonda məndə çıxır 10. Yəni bu da eləyir missiya 1. Missiya 1 33 yaşdan sonra qüvvəyə minir. Ümumiyyətlə bizim missiyalarımız 33 yaşdan sonra qüvvəyə minir. Kimdə artıq 33 yaşı keçibsə bu videonu izləyənlərdə sizə həm şuur sayınız təsir eləyir, həm də missiya rəqəminiz təsir eləyir və indi bunun haqqında da bir balaca irəliləyən zamanda geniş bilgi verəcəm. Əlavə olaraq bizim matriçamız var, doğum tariximizdə olan rəqəmlər və olmayan rəqəmlər var. Mənim doğum tariximdə 5 var, 7 var, 9 var, 6 var. Sıralama necədir? 1 burada yazılır, 2 burada, 3 burada, 4 burada, 5 ortada yazılır, 6 yuxarıda, 7 burada, 8 və 9 olaraq yazılır. 8 səliqəli yazaq. 8 olaraq yazılır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 olaraq formalaşır. Nə varsa bu hər biri bir enerjidir, hər biri bir rəqəmdir və olmayan isə biz bu dünyaya gəlmişik ki, bunları bərpa eləyək və kompetensiyalı insan olaraq bu dünyadan köçək. Təbii ki, bunları yenə də irəli qaçıram. Qaydaq bizim problemlərimizə ki, bugün nə kimi problemlərimiz var, biz nələrlə qarşılaşırıq. Bugün dünyada ən çox yayılmış problemlərdən biri maddiyyatla bağlıdır ki, mən nə qədər çalışıram, mən nə edirəmsə də, reklama da qoyuram, özüm bütün günü işləyirəm, amma bir tərəf deyir ki, müştəri gəlmir. Digər tərəf də deyir ki, müştəri gəlir, pul gəlir, amma ay sonuna çatanda pul qurtarır. Bu ümumiyyətlə niyə belədir? Bu tamamən bizim enerjilərimizdən asılıdır. Yəni bizim enerjimiz var, hansı ki bu enerji əgər aşağı düşürsə, maddiyyat aşağı düşür. Yəni o zaman biz qeyd eləyə bilərik ki, enerji bərabərdir maddiyyata. Yəni maddiyyatın nəticəsi enerjidir. Bəs yaxşı, biz necə edək ki, enerjimiz bərpa olsun, enerjimizi düzəldək, enerjimizi artıraq? Təbii ki, necə itirdiyimizdən gəlin danışım əvvəlcə bunu. Bərpası üzərindən daha da geniş bir gün danışarıq. Çünki bugünkü mövzumuz sırf problemlər və problemlərdən çıxış yollarımızdır ki, necə eləyək ki, ən azından şəxsi inkişafa başlayaq, necə eləyək ki, münasibətlərimizi bərpa eləməyi öyrənək, anlayaq hər şeyi. İlk olaraq enerji plakatını hal-hazırda qarşınızda görürsünüz. Yəni bizim müəyyən enerjilərimiz var. Enerji ümumiyyətlə kök çakradan başlayır və yuxarıya doğru, yəni başa doğru qalxmağa başlayır və başdan da çıxır. Bir çox insanlar var ki, ümumiyyətlə enerjinin necə çıxdığını anlamır, amma sizə inandıra bilərəm ki, bir gün bir çakroloqun yanındaydım və adamın belə bir əlində dəmiri var idi. Dəmirlərlə bütün çakraları yoxlayır. Başım üstünə çatandan sonra həmin o dəmir mənim başımın üstündə fırlanmağa başlayır və eyni cürə yanımda da dostum var idi. Həmin dostumun başının üstünə dəmir çatandan sonra onda həmin dəmir fırlanmırdı. Mən onda anladım ki, həqiqətən də enerjimiz başdan yuxarı keçir. Amma bugün bu videonu izləyən və yaxud da ətrafınızda olan bir çox insanların enerjisi kök çakrasındadır. Yəni yatmış kundalini sayılır, enerji çox aşağıdadır. Bu insanlar maddiyyatda böhran yaşayırlar, krizis yaşayırlar, ağıl proqramında davranırlar. Ağıl proqramı nədir desək, ağıl proqramı mən həmişə videolarımda at plakatını göstərirəm. Düşüncə və biznes sayılır bu. Bizim 2 blokumuz var, şuurumuz və şuur altımız. Dünyanın yalnız 3% şuur blokunda yaşayır, yerdə qalan
97% şuuraltı blokunda yaşayır və yalnız 3% insan xoşbəxtdir. Bunların içində təbii ki 97%-in içində 13%li insanlar var ki, bu adamlar biznesmendir, bu adamların pulları var, qazancları çoxdur, yəni yaxşı pul qazana bilirlər. Amma 80% insan var ki, bu 93%-in içində, yəni 13% əgər incə intellektdirsə, 80% də avtomatik olaraq emosiyalarda yaşayırlar. Bu gün bizim emosiyalarımız var. Sevinç, sevgi, sevinç, kədər, depressiya, əsəb, qorxu, cəsarət, təəccüb, səbir, sakitlik, pozitivlik. Mən bir çox videolarımda deyirəm ki, emosiyalar illüziyadır, yəni realda yoxdur. Və indi mən bir ekrana bir şey göstərəcəm sizlər üçün ki, bizim enerjimiz aşağıda olanda biz daha çox başlayırıq utanmağa, bizim enerjimiz aşağıda olanda biz cinayət işləyə bilərik, enerjimiz aşağıda olanda qanunsuz yollara əl atırıq, əsəbləşirik, kədərlənirik. Bunlar hər biri aşağı titreşimlərdir, aşağı enerjidir. Bizim işimiz birinci növbədə bunu anlamaq lazımdır ki, bu titreşimləri yaradan şey bizim egomuzdur. Yəni mən istəyirəm ki, hər şey mən istəyən kimi olsundur. Hər birimizin egosunun rəqəmi bizim enerjisi bizim doğum günümüzlə gizlidir. Yəni biz doğum gününü anlasaq, özümüzü dərindən anlasaq və tanısaq, bu zaman anlayarıq ki, biz bunu necə idarə eləyək. Mən bəzən deyirəm ki, bəs insan birinci özünü tanımalıdır. Çox adamlar deyir ki, mən özümü çox yaxşı tanıyıram, mən bilirəm mən nəyə əsəbləşirəm, mən nəyə əsəbləşmirəm. Tamam, tanıyırsansa idarə eləmə, idarə elə. Gör alınırmı? Yəni tanımaq ona görə lazımdır ki, biz özümüzü idarə etməyə öyrənək. Biz psixoemosional vəziyyəti idarə etməyə öyrənək. Baxın, belə izah eləyəcəm. Mən həmişə təlimlərimdə çəkirəm. Fərz eləyin bir qab var və biz bu qabın içindəyik. Belə göstərəcəm. Bu bizik. Ekrana vermişəm indi hal-hazırda və bizim enerji səviyyələrimiz var. Qoy onu da belə göstərim. Kök çakradan enerji başlayır və üzü yuxarıya doğru qalxmaq istəyir. Amma biz razılaşmadığımız, bizim əsəbləşdiyimiz, bizim kədərləndiyimiz situasiyalar var ki, bizim bu auramızda dəliklər yaradır, hansı ki oradan da enerjimiz axır gedir və bu enerji qalmır. Baxın proses necədir? Misal üçün deyirəm, bu gün kimsə öz sahəsinə düşdü, rəqəmlərə görə, şuur sayına görə, missiyaya görə öz sahəsinə düşdü və İnsan öz sahəsinə düşəndə istər-istəməz başlayır pul qazanmağa. Çünki işlədiyinin fərqində deyil. Hansı sahədə yəni öz bacarıqlarımız var da. Məsəl üçün mən şuur sayı 6-yam. Mənim reallaşmam gedir yaradıcılıq üzərində. Mən yaradıcılıqda olanda nə zamanın necə keçdiyini hiss eləyirəm, nə yəni heç cürə əziyyət çəkmirəm, amma həmçinin də orada oluram, demirəm yaradıcılıq vasitəsilə qazanıram. Xeyr, orada oluram sadəcə ətrafdan, başqa yerlərdən, seanslardan, konsultasiyalardan daha çox qazanc gəlməyə başlayır. Və mən bunu bilirəm ki, mən şuur sayı 6-yam, mən necə reallaşıram. Eyni cürə də hər kəsin özünün bir reallaşma yeri var, yəni özünün bir reallaşma şuur sayı var. Baxın, enerji aşağıdadır. Mövzudan həmişə o qədər genişdir ki, buradan qaçıram, buradan bura qaçıram. Enerjimiz aşağıdadır və biz deyək ki, getdiniz, sevdiyiniz işlə xırdaca məşğul oldunuz, enerjiniz artdı və yaxud da çıxdınız ki, məsələn, yardım etdiniz, enerjiniz artdı. Bu gün müsbət düşündünüz, pozitiv düşündünüz, enerjiniz artdı. Güldünüz, enerjiniz artdı. Təsəvvür edə bilirsiniz, gülmək enerjini artırır. Yəni bu çox adamlar isə nikbin gəzir, çox adamlar isə bədbin fikirdədir, bütün günü deyinir, narahatdır, nədənsə narazıdırlar, şuur sayı 4-lər və missiya 4-lər xüsusilə. Yəni bu günləri enerji artırmaq düzdür. Təbii ki, başqa yollar da var, əsaslı başqa yollar da var. Mən də bir neçəsini sizə burada sadalayıram. Nəsə elədi, sizin enerjiniz artdı, avtomatik olaraq maddiyyat artım gedir. Baxın, burada ox işarəsi göstərir. Buradan ox işarəsinə baxıb görəcəyik ki, ox işarəsi göstərir ki, maddiyyat artdı. Və gəldiniz, yenə nəsə evdə baş verdi, yaxınınız, yoldaşınız, anavız, atavız, qardaşınız, bacınız, iş yoldaşınız, müdürünüz siz istəyən kimi davranmadı. Ya sizi öyrətməyə çalışır, ya siz dediyinizi eləmir, ya sizi başa düşmədi, ya sizə qarşı haqsızlıq elədi, ya sizə qarşı mənəviyyatsızlıq elədi, ya məntiqsizlik elədi, doğru eləmədi.
Yəni siz istəyən kimi davranmadı. Avtomatik olaraq sizin enerjiniz düşdü aşağı. Və nəticəsində pul düşürsə əgər maddiyyat aşağı düşməyə başlayır. Yəni əgər bu gün sizin pulunuz düşürsə, daha doğrusu enerjiniz düşürsə, sizin maddiyyatınız aşağı düşməyə başlayır. Nəticədə məndə real кейslər olub ki, insan evini su basır, maşının təkəri partlayır, maşının motoruna nəsə olur, evdə uşaq xəstələnir və bunlar hamısı da çox realdır. Bu günləri nə qədər belə кейslər var. İnsan enerji itirdiyi tərəfləri anlayır, bunu bərpa eləyirik. Təbii ki, bir yerdə tək başına bunu bərpa eləmək çox çətindir. Mütləq şəkildə bir mütəxəssis olmalıdır ki, sizə bunu bərpa eləməyə kömək eləsin. İnsan bunu anlayır, bərpa eləyir, sonradan enerji artırma texnikalarını istifadə eləyir və enerjisi artmağa başlayır. Təbii ki, enerji artanda nə baş verir? Gəlin ona baxaq. Deyək ki, siz artıq enerji itirmirsiniz, bütün bu tərəfləri bağlamısınız, enerjinizi artırdınız, enerji artıq başdan çıxır. Bizim üstümüzdən davamlı olaraq belə çoxlu enerjilər axır. Hər bir enerjinin sonunda bir insan dayanır, bir insanın fikri dayanır. Yəni bu gün mənim videomun belə sizin qarşınıza çıxması bu təsadüfi deyil. Bu gün mənim videomu tapmağınız belə bu təsadüfi deyil. Yəni artıq ya siz dəyişmək qərarı almısınız, öz həyatınızda krizis var, böhran var, münasibətlərdə problem var, anlaya bilmirsiniz və bunu düzəltmək istəyirsiniz artıq ki, ən azından bu içəridə davamlı danışan səs sussun. Sizin müəyyən qədər kədəriniz getsin, xoşbəxtliyə gələsiniz. Anlayasınız ki, bu əvvəllər axı biz uşaq olanda xoşbəxt idik. Deyilir ki, 14 yaşa qədər nəfs biz insan, yəni egosu olmur. 14 yaşdan sonra nəfs qüvvəyə minir və biz başlayırıq davamlı olaraq istəməyə. İstəyib əldə eləmək istəyirik. Əldə eləyə bilməyəndə isə dağılmağa başlayırıq, xəstələnməyə başlayırıq. Dediyim kimi burada bir başqa insanın beyninə ideya gəlir, video gəlir. Yəni mənim videom qarşınıza çıxır ki, bax bu belə bir adam var, sən bu adamın yanına gedə bilərsən, faydalana bilərsən və yaxud da bir məhsulu almağınız belə ani bir reklam çıxır. Deməli, həmin o məhsulu satan insanın enerjisi sizin enerjinizlə bərabərləşdi. Artıq o insan bura gəldi, buradan faydalanır və nəticəsində sizə pul ödədi. Əgər sizin məhsulunuz varsa, bizneslə məşğulsunuzsa, mənim çox güclü Instagramda satış eləməyi bacaran dostlarım var. Bu adamlar mənim səhifəmə baxır, deyir ki, sənin Instagram səhifəndə sadəcə bilgi var və sən amma sadəcə bilgi ilə heç bir satış texnikası istifadə etmədən sənin davamlı olaraq koçluğun var, konsultasiyaların var, seansların var. Bu necə olur? Bu tamamən enerjinin nəticəsidir. Tamamən enerji. Yəni mən özüm bu günləri burada danışdığım hər şeyi özüm öz üzərimdə istifadə eləmişəm və case olaraq da ətrafımda seansa gələn hər kəsdə istifadə elətdirəndə onlarda da nəticə olmağa başlayır. Birinci, enerji itirdiyiniz tərəfləri bilməlisiniz ki, hər şuur sayına görə belədir. Enerji itirdiyiniz tərəfi biləndə, bunu fərqindəlik vasitəsilə dərk eləyəndə biz bunu qorumağa başlayırıq. Növbəti isə enerji artırmadır. Enerjini artırdınız, enerji gedir yuxarı və çox maraqlı bir şey olur. Enerji başlayır, başımızdan qalxır yuxarı. Qoy mən buranı bir dənə belə sərgiyə salım. Okey. Adamı bir də çəkərik. Deməli, nə baş verir? Bizim enerjimiz başlayır yuxarı qalxmağa və yuxarı qalxandan sonra başdan çıxır. Başdan çıxandan sonra bizə yuxarıdan prana göndərilir. Prana gəlir başa. Ondan sonra burada düşüncələr, ümumiyyətlə narahat edən düşüncələr yanır. Sonra gəlir qəlbə. Qəlbdə əgər kininiz varsa, kədəriniz, küsüllüyünüz varsa sizə prana verilməyəcək. Bu çox önəmlidir. Prana nədir ümumiyyətlə? Prana bugün həyatda toxunduğumuz, gördüyümüz, bizi əhatə edən hər şey pranadır. Yəni bugün maddiyyatımız, bugün bizim ətrafımızda olan insanlar, qarşımıza çıxan fürsətlər pranadır. Və bizim bütün çakralarımız vasitəsilə enerji qalxmalıdır ki, biz bunu normal idarə eləyə bilək. Və adamlar var deyir ki, yox, mənim filan kəslər enerjimi aldı. Çox eşitmişəm də, mən seansda yanıma gəlirlər, filan kəsi görəm, enerjim gedir, gəlir mənə nəsə deyir, enerjim gedir. Mən bunu radioda demişəm, televiziyada demişəm çıxışlarımda. Birinci növbədə
o adam sizden enerjini almır. Siz o enerjini verirsiniz o adama. Yani siz adamı görürsünüz, adam sizin istədiyiniz kimi deyil axı. Siz enerjini avtomatik olaraq ona ötürürsünüz və nəticədə çox maraqlı bir nəticəsi var. O varlanır, siz kasıblayırsınız. Enerji itirdiyiniz tərəflərin, yəni ümumi olaraq deyəcəm, təbii ki, hər doğum tarixində individualdır, fərqlidir. İnsan birinci enerji itirdiyi tərəf qınamadır. Biz qınadığımız zaman enerji itiririk, bizdən azalır, qınadığımız adama gedir. Qeybət eləyəndə enerji itiririk. Mən bunu yenə də hər yerdə deyirəm. 3 nəfər, 4 nəfər birləşir, misal üçün, mənim haqqımda qeybət edirlər ki, yox, əziz özünə rəqəmsal psixoloq deyir. Mən efirlərdə yəni görürəm, insanlar bəzi şeylərdə, sosial şəbəkələrdə yazırlar ki, adam özünə rəqəmsal psixoloq dedi, bəs rəqəmsal psixoloq deyilən bir şey yoxdur, sən bunu hardan uydurursan falan filan. Ümumiyyətlə rəqəmlərin insan həyatına təsiri yoxdur. Bu adam momentində məni qınayır, hansısa bir dostu ilə bunu müzakirə eləyir, nəticədə mənə enerji verir. Mən varlanıram, o kasıblayır. Və ümumiyyətlə o adam uğurlu insan deyil. Niyə? Uğurlu insan həmişə öz işi ilə məşğul olar. Uğurlu insan başqa insanın bağına, bostanına qarışmaz. Öz bostanını qazıyar, öz bağçasında öz ağacını böyüdər, yaşıllaşdırar, meyvəsini yer. Amma o qədər bekardır ki bu adamlar. Yəni eləyə biləcəkləri bir şey yoxdur. Adlarında indi bir nəfər var idi, deməyəcəm. Deyir ki, yox, sən səhvsən falan belə elə. Mən bu insanlara, mən belə olanda ümumiyyətlə həmişə sizə də tövsiyə eləyirəm, sizi qınayan insanlar varsa, İcazə verin qınasınlar. Ehtiyac yoxdur onlarla mübarizə aparmağa, ehtiyac yoxdur onlarla savaşmağa, icazə verin qınasınlar. Və onlar qınadığı zaman sizə enerji gəlir. Onlar kasıblayır, siz varlanırsınız. Bu enerji qismindədir. Kimin sağlığına gəlir ki, sizə iş təklif eləsin. Bu gün ümumiyyətlə növbəti problemlərdən biri işimi tapa bilmirəm, özümü tapa bilmirəm, hansı sahəyə yönəlməliyəm, nə işlə məşğul olmalıyam deyir bir çox insanlar. Bu təbii ki, bizdə var, yəni Südsay üzərində var. Bizim doğum günümüz var və missiya rəqəmimiz var. 33 yaşdan sonra qüvvəyə minir. Orada sahələr yazılıb, hansı sahədə biz reallaşırıq. Hətta ola bilər ki, siz bərbər ola bilərsiniz, amma gördüyünüz işə şuur sayı 6 olaraq bir yaradıcılıq qatarsınız. Bu yaradıcılıq vasitəsilə siz reallaşmağa başlayarsınız. Bir çox insanlar da var ki, 33 yaşa qədər özünü tapıb, reallaşıb, amma 33 yaşdan sonra dəyişir, reallaşa bilmir. Niyə? Çünki missiyasını anlamır. Məndə belə кейslər çox olub. Bir gün bir xanım gəldi yanıma. Bunu bir dəfə danışmışam, bir də danışacağım. Bir gün bir xanım gəldi yanıma. Xanım medstraydı, tibb bacısıydı. Deyir, mən 33 yaşa qədər işləyirdim, problem yox idi və xanım içəri girən kimi şikayəti, seansa yan kimi şikayəti belə idi ki, mən həkim olmaq istəyirdim, mən həkim ola bilmədim. Sonradan öyrəndim ki, xanımın börəyində problem yaranıb, ondan sonra həmin börəyi götürüblər və sual verirəm ki, bu nə vaxt olur? Oturub hesablayırıq ki, 36 yaşında əməliyyat olur. 36 yaşında əməliyyatdan sonra, daha doğrusu əməliyyat keçirəndə niyəsə görə börəyinə infeksiya salırlar. Şuur sayı 9 olur xanım. Niyəsə görə börəyinə infeksiya salırlar və börəyinin birini əməliyyat vasitəsilə götürürlər. Maraqlanıram ki, xanım əvvəldən də medstraydı, indi də medstradır. 33 yaşdan sonra missiya 1-ə keçir. Missiya 1 isə deyir ki, mən idarə eləməliyəm, mən göstəriş verməliyəm, heç kim mənə göstəriş verə bilməz. Xanım 3 il ərzində, çox yox, cəmi 3 il ərzində bu narazıçılıqla işə gedir. Bu situasiyanı qəbul edəmir ki, niyə mən həkim deyiləm, niyə mən medstrayam. Nəticədə o qədər bu proses davam eləyir ki, çünki bədəndə bizim elementlərimiz var, efir, külək, alov, su, torpaq. Bu elementlər pozulur, çünki kədərlənir, külək faizi qalxır, bədəndə avtomatik olaraq kədərlənmə yaşayır. Bunu özü ilə daşıyır və nəticəsində şuur sayı 9-da nə problem yaranır? Ekzema, qan, infeksiyalar, yazva, ciyər, burun, paranoya. İnfeksiyalar. Xanımın niyəsə görə börəyinə infeksiya salırlar və nəticədə börəyi götürürlər. Yəni, bugün bizim öz sahəmizə düşməyimiz çox önəmlidir, çox lazımlıdır. Çünki biz öz sahəmizə düşdüyümüz zaman reallaşmağa başlayırıq. İnsan öz sahəsinə düşən kimi 50% enerjini bərpa eləyir. Bu çox önəmlidir. Bir digər enerji itirmə
nədir? Biz insanları böləndə enerji itiririk. Yəni hər kəs də insanı öz şuur sayına görə bölür. Çoxlar deyir ki, "Yox, mən bölmürəm." Seansa gələndən sonra deyir ki, "Hə, mən həqiqətən də insanları bölürdüm. Məsəl üçün bunlar pisdir, bunlar oxuyandır, savadlıdır, bunlar savadsızdır, bunlar mən istəyəndir, mən istəyən kimi deyil" deyə davamlı olaraq biz insanları bölürük. Və digər bir problem sağlamlıqla bağlı, yəni ümumiyyətlə sağlamlıqla bağlı bütün problemlər bax tək bu plakatın üstündə hər şey izah eləyə bilərəm. Çünki bizim 5 elementimiz var, ibtidai elementlər, efir var. Biz sakit olanda efir açılır, bizə fürsətlər gəlir. Amma bizim bu düşüncələrimiz susmur ki, biz heyrətlənməyi bacarmırıq ki, bizə fürsət gəlmir. Və bilmirik ki, bunu necə eləyək, hara müraciət eləyək. Ümumiyyətlə, ilk növbədə hər kəs başlamalıdır şəxsi inkişafa yönəlməyə. Yəni, uğur şəxsi inkişafdadır. Mən həmişə deyirəm, uğur şəxsi inkişafdadır, şəxsi inkişaf bizim doğum tariximizdə gizlidir. Yəni, mən sizin doğum tarixinizə baxaraq və yaxud da bir master südçayısının doğum tarixinizə baxaraq rahat şəkildə deyə bilər ki, sizin hansı kompetensiyalarınız çatışmır, nələri özünüzdə inkişaf elətdirməlisiniz. Bu satış bacarığı ola bilər, bu analitika ola bilər, insanları başa düşməyiniz ola bilər, empatiya ola bilər. Bu sevgi ola bilər, işləri sonlandırma ola bilər, bu işləmə bacarığı ola bilər ki, işləmək, bir çox insanlar, misal üçün, doğum tarixində 8 olmayan adamlar işləmək istəmir. Doğum tarixində 4 olmayan adamların hədəfi yoxdur. Hara gedəcəyini anlamırlar. Kim hara çağırdı, orada gedir. Və bunun bərpası əslində böyük bir prosesdir, rahat bir proses deyil. Yəni, bu bir dənə seansla mümkün deyil. Bunun üçün koçluq 8-12 dərslik bir koçluq proqramı, 2-3 aylıq bir proqramı keçəndən sonra biz bunu bərpa eləyə bilirik. Amma ondan sonra da həyatımızda bir çox şeylər müsbətə doğru dəyişməyə başlayır. Deyim ki, bir problem pul idi. Pul tamamən enerji ilə bağlıdır. Biz elə eləməliyik ki, enerji itirməyək, enerjini qoruyub saxlayaq və artıraq. İkinci problem sağlamlıqdır. Sağlamlıq bizim emosiyalarımızdan yaranır. Biz əgər psixoemosional vəziyyəti idarə eləməyi öyrənsək, bu emosiyaları anlasaq ki, biz nəyə emosiya göstəririk və bunu necə bərpa eləyə bilərik, sağlamlıqla bağlı problem tədricən azalmağa başlayır. Üçüncü problem münasibətlərdir. Qarşımdakı insanı anlaya bilmirəm. Bu davamlı olaraq mənim istədiyim kimi deyil. Həmişə məni zəif nöqtədən vurur və davamlı, misal üçün, bir şuur sayı 6 qızdır və yaxud da atası missiyası 7-dirsə və ya şuur sayı 7-dirsə, şuur sayı 7 həmişə 6-nı zəif nöqtələrdən vuracaq. Hətta real bir case var. Deyilir ki, südçay elminə görə 6 ağır işdə işləməməlidir. 6 davamlı olaraq rahat işlərdə olmalıdır da, belə deyək. Və 6 dir ağır işdə işləyəndə 6-nın başlayır ayaqları ağrımağa, böyrəyində problem yaranmağa başlayır. Şuur sayı 6-larda bu daha çox olur. Və bir gün bir ata olan 8, şuur sayı 8 olan bir ata qızını davamlı olaraq işlədir. Çünki 8 üçün davamlı beyində işləmə proqramı var. Niyəsə görə 8-lərə elə gəlir ki, hamı işləməlidir. Bu onların şuuraltı proqramıdır. Hamı işləməlidir və başlayır şuur sayı 8 qızını işlətməyə. İşlədir və bu gün həmin ata qızın böyrəklərinin müalicəsi ilə məşğuldur. Çünki ağır işdə işlədir, yatmağa icazə vermir, disiplinə salır ki, sən bütün günü işləməlisən, 4 saat, 5 saat, 6 saat yuxu sənə kifayətdir. Və nəticədə bu gün yenə həmin ata qızının böyrəklərinin müalicəsi ilə məşğuldur. Sadəcə olaraq doğru sahədə deyil, tanımır qarşıda. Elə bilir ki, özü belədirsə, qabağındakı adam da belə olmalıdır. Amma xüsusilə də bizim ailə münasibətlərimizdə, yoldaşımızla, sevgilimizlə münasibətdə biz o insanın bizi sevib sevmədiyini belə anlamırıq. Düşünə bilirsiniz, yəni qarşımızdakı insan bizi necə sevir? Mənim bununla bağlı bir marafonum var. Sevginin 9 dili adında bir marafonum var. Hər kəsin sevgi vektoru fərqlidir. Kimsə qucaqlayaraq sevir, kimsə danışaraq sevir, sevgisini göstərir. Kimsə bilgi öyrədərək qayğı ilə sevgisini göstərir. Kimsə tərifləyərək sevgisini göstərir və davamlı təriflənməyi gözləyir. Ümumiyyətlə, Südçay deyir ki, bütün qadınlar bir balaca 2-dir və bir balaca 7-dir. Ona görə də bütün qadınlarla, bəylərə xüsusilə vurğulayıram, bütün qadınlarla onlarla oturub danışmaq önəmlidir, başa düşmək önəmlidir. 7-dilər davamlı olaraq tərifləmək və təsdiqləmək lazımdır ki, bəli, nə yaxşı ki, sən elədin, nə yaxşı ki, sən düzəltdin. Yenə münasibətlər mövzusundan deyirəm ki, münasibətlərimizi bərpa eləyə bilək. Amma anlamaq lazımdır ki, biz
həmişə hər şey biz istəyən kimi olmayacaq. Həyat ümumiyyətlə illüziyalarla doludur. Sadəcə biz anlamırıq ki, bunlar harda gizlidir. Biz bunu necə açaq, necə düzəldək, necə bərpa eləyək. 2000-ci ildən sonra psixologiya böyüməyə başlayır. 2000-ci ildən sonra numerologiya böyüməyə başlayır. Terapiyalar artır. Artıq ağıllı insanlar nəsə özünü narahat hiss eləyəndə müraciət eləyir psixoloqa, terapistə və yaxud da hər hansı bir mütəxəssisə. Artıq yəni zaman dəyişir. Mən bu insanlara ağıllı insanlar deyirəm. Səbəb narazıçılıqla davam eləmir. Qəbul eləyir ki, bəli, bu gün məndə nəsə düz getmir. Maddiyyat düşdü, həmişə belə deyildi, indi belə olmağa başladı və bunun həlli yollarını axtarmağa başlayır. Düzəltmək istəyir. Nəyisə özündə, ailəsində, ətrafında dəyişmək istəyir və bu çox önəmlidir. Bu belə deyərdim də əsasdır və bu 2000-ci il, 1000 il boyunca bu psixologiya böyüyəcək, artacaq. Bu elmlərin sayı çoxalacaq və bu elmlərdən istifadə edən insanlar daha tez anlaya biləcək ki, bundan əvvəl nə niyə görə olmuşdu, bundan sonra nə niyə görə olur. Münasibətlərlə bağlı da dediyim kimi hər kəsin fərqli vektoru var. Sadəcə anlamaq lazımdır ki, kim nə istəyir, mən nə verə bilərəm, onun verdiyi necədir. Bu ilə bağlı da mən təbii ki, seans tövsiyəsi eləyərəm hər kəsə. Ümumiyyətlə, anlamaq lazımdır ki, bizim enerjilərimiz göstərdiyim plakata uyğun olaraq Pareto prinsipi var, 80-ın 20-yə prinsipidir. Biz Südsayda bir balaca bu fərqlidir. 10% enerjisi qalan adamlar var, 20% enerjisi qalan adamlar və 30% enerjisi qalan adamlar. Bu 10% enerjidə borclar var. Yəni, insanların borcu var. 5000, 6000, 7000, 8000 və üzəri daha çox borcları var və aldıqları qazancı ancaq borcu ödəyirlər, sonra təzədən borcu bağlayırlar bir başqa borcla. Kredit də ümumiyyətlə borcudur, bu başqa enerjini borcu almaqdır. İnsan birinci növbədə stoplamalıdır, sakitləşməlidir, emosional şəkildə. Ondan sonra özünün enerjisini artırmağa baxmalıdır, öz kompetensiyalarını inkişaf etdirməyə baxmalıdır ki, mən indiki vəziyyətdən necə çıxım. Əks təqdirdə davamlı olaraq bu fırlanan təkərin içində olur və o Belkov kolisi deyilir də, dələ kimi elə bir şeyin içində fırlanır, çıxa bilmir. Və daim şikayətçidir bu adamlar. Daim nəsə düz getmir. Mən hamıya arzulayıram ki, buradan çıxıb 13%-ə keçək. Çünki 13% maddi azaddır bu insanlar. Düzdür, bu adamlar da yenə də eqadadılar. Bu adamlar da davamlı almaq istəyirlər. Bu adamlar pul üstündə mübarizə aparırlar ki, bu məndən 60 minimi xərclədi, borcumu aldı, vermədi, bu filan kəs bəs biznesinə pul yatırdım, onu batırdı, indi qaytarmır. Buradakı adamların da xoşbəxt deyirlər pullar olmağına baxmayaraq. Yalnız bundan sonraki adamlar xoşbəxtdirlər. Bundan sonraki adamlar uğurun və xoşbəxtliyin formulunu istifadə edirlər və bu yalnız Südsayda var. Çox insanlar deyir ki, Südsay ilə numerologiyada. Bu gün mən sizə 1, 2, 3, 4, 5 dənə plakat göstərirəm, hansı ki, hətta 6 dənə. Bu plakatlarda yalnız rəqəmlər görə bilərsiniz. Bu rəqəmlərdə bir masterə aiddir. Yəni, bir master Südsaya aiddir. Biz masterlər daha rahat şəkildə anlayırıq ki, sizin harada probleminiz var və daha tez zamanda o problemi çözməyin yolunu göstəririk, həll etməyin yolunu göstəririk ki, siz bunu həll edə biləsiniz, bərpa eləyə biləsiniz. Baxın, dediyim kimi, əsas 13%-ə keçməyə öyrənmək lazımdır, amma bununla bağlı birinci bu uğurlu olmayan insanlardan çıxmaq lazımdır. Qərar qəbul etmək lazımdır ki, bəli, mən bu gün artıq həyatımı dəyişmək istəyirəm. Mən bu gündən etibarən şəxsi inkişafa yönəlirəm. Vacib deyil mənimlə. Siz şəxsi inkişafı araşdırmağa başlasaz, gec ya tez dəyişəcəksiniz. Məndə bu Südsaya gəlməmişdən öncə təxminən 6 ilimi aldı. 6 ildən sonra Südsay deyilən bir elm qabağıma çıxır. Heç tanımadığım bir insan vasitəsilə göndərilərəm oxumağa. Bu arada bütün bu plakatlar Rus dilində olur. Hamısını ilk olaraq Azərbaycan dilinə çevirən masterlərdən biri mənəm. Dünyada 16.000 master var, hamısı Rus dilində danışır, Rus dilində söhbət eləyir. Bir də bir neçə mövzular da var. Ümumiyyətlə necə düşünürük, necə istəyirik biz, nələrlə razılaşmırıq. Hər kəsin, bu arada növbəti açar söz dediyim vaxt bitməmiş, növbəti açar sözümüz 4-dür, yəni rəqəmimiz. Birinci 2 idi, indiki 4-dür. Və gələk necə biz düşünürük, mənim şuur sayım 6-dır.
Ad enerjim 7-dir. Bu ad enerji süd sayda bir bazı fərqli hesablaması var və mənə təsir eləyən şəxsi il 4. Ümumiyyətlə bu nə deməkdir? Bunu anladığın zaman belə artıq çox şeylər nəzarət eləyə bilirsən. Fikirlərin niyə yarandığını anlayırsan ki, mənim bu fikirlərim nədir, nə istəyirəm. Şuur sayı 6 komfort istəyir. Yəni mən davamlı olaraq komfort istəyirəm. Ad enerjisi belədir. Mən komfortu 7 krizis deməkdir. Mən komfortu krizis vasitəsilə çatmaq istəyirəm. Yəni mənə davamlı olaraq öz əmin hərəkətlər verir ad enerjisi, təbiətə meydan oxuma, yaradılış qanunlarına meydan oxuma enerjisini yayır. Mən fikir olaraq beynimə yayır ki, mən bunu belə eləmək istəyirəm. Eyni şuur sayı 7 kimi düşünün ki, mən belə istəyirəm deyir, gedir eləyir, nəticədə düşür krizsə, böhran yaradır özünə və ətrafdakılara. Ad enerjisi də belə gözümüzü açan kimi, səhər yuxudan duran kimi bizə ad enerjisi təsir eləyir. İl nədir? Hər kəsin şəxsi ili var. Bu arada 2026-cı ilin sizə necə təsir etdiyini bilmək istəyirsinizsə, bununla bağlı da yəqin ki bir video çəkəcəm. Necə hesablayasınız, necə təsir eləyir, hansı illərdir ümumiyyətlə. Mənim üçün bu il 2025 4-dür, gəlin il 2026 5-dir. Bu gələcək demək deyil bu arada. 4 ili budur ki, mənim bu il hədəflərim olmalıydı və bizim trenerlərdən biri mən çox mükəmməl şəkildə transformasiya eləyir. Bu il girəndə artıq təxminən 1-2-3 ay davamlı olaraq mənim ayaqlarım ağrıyır. Mənim özümdə müəyyən fiziki problemlər var deyə. Sadəcə bu artır niyəsə görə və trenerimizdən soruşuram ki, niyə bu belədir? Yəni niyə məndə bu artır? Adam deyir, hal-hazırda şəxsi ilin neçədir? Deyirəm 4. Deyir, sən hədəflərini səhv qoymusan. Deyirəm necə? Deyir, sənin bütün hədəflərin maddiyyata və komfortadır. Həqiqətən də bu il üçün mənim bütün hədəflərim reels çəkim, nə bilim, təlim verək, podkast çəkək, böyük təlimə hazırlayaq, südçə ilə bağlı bir çox şeylər eləyim ki, nəticədə fayda verim, maddiyyat gəlsin, komfortuma çatım. Deyir, sənin hədəflərin səhvdir. Sənin hədəfin sağlamlıq olmalıdır, deyir. Çünki bədən xəbər verir ki, bədən ağrıyırsa, biz bunu obyektiv şəkildə gəlib həll eləməliyik. Həkimə etməliyik. Mən də həmin ərəfə üçün, yox, həkimə indi nəyə gedirəm? Həkimə verdiyim pula heyfim gəlir. Yəni belə də. Bu düşüncəni tam olaraq fərqindəlik yarananda və anlayan kimi bütün vektoru dəyişirəm sağlamlığıma, bütün hər şeyi düşüncə olaraq dəyişirəm sağlamlığa və başlayıram sağlamlıqla məşğul olmağa. Sağlamlığa fikri dəyişən kimi yenidən daha çox maddiyyat gəlməyə başlayır. Yəni bu yəni belə deyək də təqvimin olması, günbəgün, ay-bay enerjilərin təsiri onu öyrədir ki, biz zamana görə yaşayaq. Zamana görə yaşamanı anlayaq, belə deyək, buna uyğun yaşayaq. Və 4 ilində hədəfi doğru seçən kimi maddiyyat özlüyündən gəlir ki, mən o hədəfə reallaşım. Eyni cürə 5 ili fərqlidir, 6 ili fərqlidir. Hər bu davamlı olaraq gedir. Növbəti bizim portfolyomuzdur. Doğum tariximizdə olan enerjilərdir, matritsa sayılır. Yəni bir qərarvericilikdir, 2 insanları başa düşmədir, empatiyadır, 3 analizdir, analitikadır, 4 hədəf qoymadır, kreativlikdir, 5 sosiallıqdır. Yəni bu gün bu videonun özünü belə çəkmək sosiallıqdır. Mənim doğum tariximdə 5 var. Amma 5 olmayan adamlar var ki, doğum tarixində bunlar sosial deyil, öz profildə şəklini belə paylaşmağa çəkinirlər. Təbii ki, bura mental inanclar da daxildir. Evdən nənə, baba, ata, ana o qədər deyib ki, özü paylaşma, sənin haqqında nə deyərlər? Bir də bu da var bu arada. Mənim haqqımda nə deyəcəklər? Bu inancımız var ki bizim. Birdən mənim haqqımda belə deyərlər. Birdən mənə deyərlər pis qızsan, pis oğlansan, yaxşı adam deyilsən. Bayaq bir şey dedim. Qınayanda enerji verirsiniz. Eyni cürə də sizi qınayanda enerji verirlər. Eyni cürə də sizin haqqınızda danışanda sizə enerji verirlər və icazə verin sizi qınasınlar. Və bu gün qınamaq sizdən heç nə almır. Bu gün bu dünyaya gəlməmisiniz ki, kiminsə fikri ilə yaşayasınız. Bu gün bu dünyaya gəlmişsiniz ki, özünüz öz həyatınızı qurasınız, öz həyatınızı yaşayasınız və bunun üzərindən davam eləyəsiniz. Yoxsa kiminsə fikri ilə yaşayacaqdansa niyə yaşayırsan, niyə bu dünyadasan? Yəni dediyim kimi matritsada adamlar var ki, 5 yoxdur, özün paylaşmır, 6 yoxdur, sosial deyirlər, üzr istəyirəm, 5 yoxdur, sosial deyirlər, 6 yoxdur, işləri sonlandıra bilmirlər, həyat eşqi, zövqü, həyat eşqləri yoxdur demək olar ki. Bu nə deməkdir? Elə adamlar var, son vaxtlar, son dövr seansa gəlirlər, müəyyən bir itkiləri var, anasını itirib, atasını itirib, övladını itirib,
Və bu adamlar üçün həyatın mənası yoxdur artıq. Bir düşüncə formalaşıb. Ən çətin prosesdir. Heç bir şeyə heyrətlənmirlər. Heç bir şeylə, yəni heç nə ona heyrətləndirmək olmaz. Sadəcə işə gedirlər, evə gəlirlər. Niyə yaşadığını da anlamırlar. Amma oturub analiz eləyəndə baxıb görürsən ki, adamın hər şeyi sağlamdır, hər bir şey qaydasındadır. Bizi yadda saxlayın həmişə. Nəfs bağlayır nəyəsə, kiməsə. Amma bu həyatda heç nə bizim deyil. Və insanlar var ki, bu kədəri özü ilə illərlə daşıyır və çıxa bilmir. Təbii ki, bu adamlar üçün mütləq mütəxəssis kömək lazımdır. Gəlin seans edək, bu vəziyyətdən sizi çıxardaq. Sonra doğum tarixində 7 enerjidir. 7 enerji bakıdır ümumiyyətlə, enerji qabıdır. Bütün enerjilər 7-də cəmlənir və əgər 7 yoxdursa, bugün nə isə eləyirsən, ya enerjini artırırsan, axşam artıq enerjin bitir, yorulursan. Hər gün enerjini artırmağa məcburdur 7 olmayan adamlar. 8 işləmə həvəsidir. Mən misal üçün davamlı olaraq şuur sayı 6-yam, nəsə ideya gəlir, başlayıram, amma 8 yoxdur da işləməyə həvəsim olmur və mən nə isə eləmək üçün şuura keçib eləməyə başlamalıyam. Şuur altı proqramından çıxmalıyam. Mən anlayıram ki, belə olduğu təqdirdə insan yalnız uğurlu ola bilər, əks təqdirdə insan uğurlu ola bilmir və şuur sayı və doğum tarixində 9, bir çoxlarında 9 var. 9 qalib gəlməkdir, mübarizə aparmaqdır. Eyni cürədə mənfidə olduğu zaman bizə başlayır mənfi təsir eləməyə, çünki savaşmağa başlayırıq, mübarizə aparırıq insanlarla, belə deyək, öz emosiyalarımızla deyil. Və əlavə olaraq matritsada xəttlər var, 2-4 xətti, 4-8 xətti, 8-6, 2-6, 1-2-3 xətti var, 1-4-7 xətti var. Yəni doğum tarixində 1-4-7 olan adamlar bu seksuallıq xətti sayılır və pul qazanma xətti sayılır. Bu adamların pul qazanma ilə bağlı problemi olmur. Kimin matritsasında 1, 4 və 7 varsa. Bir də 7, 8, 9 xətti var. Dəyişim üzərindən böyük pullar xətti sayılır. Mən adamlar tanıyıram ki, matritsada həm 1, 4, 7 var, həm 7, 8, 9 var. Bu adamlar heç vaxt bununla bağlı problem yaşamayıblar. Amma yenə də xoşbəxt deyirlər. Niyə? Çünki münasibətlərdə problem yaşayırlar, münasibətlərdə tam olaraq anlaya bilmirlər ki, nə ilə, niyə bu qarşımdakı insan belə eləyir. Və növbəti gəlir missiyamız. Missiya 33 yaşdan sonra qüvvəyə minir. Bu strategiya və skilllər, bu daha çox biznesə aiddir. Artıq bizneslə məşğul olan adamlara aiddir ki, onlara doğru tövsiyə ilə biz deyə bilirik ki, hansı işçi harda olmalıdır, sən öz işində hansı, öz biznesində hansı vəzifədə olmalısan, nə işi icra eləməlisən ki, biznesin enerjisi reallaşsın və artsın. Sənin biznesin enerjisi qalxsın. Bundan sonra gəlir nəfsin 3 vəziyyəti. İnsan əgər nəfsin 3 vəziyyətini anlasa, nəfs xoşbəxtlik axtarır, nəfs əziyyət çəkir və nəfs heç nəyə heyrətlənmir. Bunu anlasa, harda olduğunu anlasa və buradan çıxsa, zaten burada seans bitir. Baxın, bu nəfsin 3 vəziyyətində insan bunu anlayanda seans bitir. Tək seans. Bundan sonrası isə koçluq proqramı sayılır. Yəni, bundan sonrası artıq qorxulardır, gizli çıxardır, mənfəətdir və yaxud da düzgün hərəkətlərdir, gizli, açıq, qadağan olmuş hərəkətlərdir, gözləntilərdir, həzlərdir. Bunlar hər biri sonunda finansal nəticəyə gətirir. Bundan sonrası koçluq proqramı təbii ki də öz enerjisini doğru şəkildə yönləndirməyi öyrənsələr, qoruyub saxlamağı bacarsalar, insanların həm maddi durumu düzəlməyə başlayır. Yəni real nə qədər nəticələrim var ki, bir xanım gəldi yanıma depressiya vəziyyətində. Ümumiyyətlə bu depressiya vəziyyəti haqqında bir sağlamlığa bir də toxunum. İnsanlar var ki, anlaya bilmir ki, depressiyadadır. Yəni adam bütün günü işə gedir, evə gəlir, işə gedir, evə gəlir. Bu gizli depressiya halı sayılır ki, heç nəyə heyrətlənmir artıq, hər şey olduğu kimi davam eləyir, heç nədən zövq almır. Bu gizli depressiya halı sayılır. İnsan həmən buradan çıxmaq üçün çalışmalıdır, səy. Bir də var adamlar var ki, həqiqətən də artıq aylarla yataqdan çıxmaq istəmirlər. Bu artıq görsənən depressiyadır ki, insan yataqdan çıxmır, bütün günü o depressiv boşluğunu ya şirniyyat yeyərək, şokolad yeyərək doldurur, ya semiçka çıtlayaraq doldurur ki, onu doldursun, amma nəticədə yenə depressiyadadır, heç nə eləmir. Niyə belə olur? Yenə də bu hər kəsin öz şuur sayına görə belədir.
Amma böyük hallarda ya bu insanların hədəfləri ölür, ümidləri bitir, ya istədiklərini əldə edə bilmirlər, ya gözləmədiyi anda bir şeyləri dağılır, ya da ki gözlədikləri iş alınmır. Böyük bir halda isə gözlədikləri iş alınmayan insanlar depressiyaya girirlər. Gizli depressiyaya və açıq depressiyaya düşürlər. Mənim yanıma bir gün bir nəfər xanım dedi ki, elə bil qızın anası dedi ki, bəs qızım depressiyadadır, bütün günü yataqdadır, çıxmır, bütün gün telefonlandır. Qızın da yaşı var hardasa 20. Bütün gün telefondadır və heç bir şey eləmir. Gün ərzində 2 dəfə ya yemək yeyər, ya yeməz. Deyir, istəmirəm, dəyməyin mənə, əl çəkin. Xanımla seans götürdük. Yəni anası seans aldı qızı üçün. Başladıq seans keçməyə. Bəlli olan məsələ bu olur ki, qız əvvəlində bir problem yaşayır. Bunu özü ilə saxlayır kədər olaraq, özünü günahlandırır. İstədiyi bir şey var idi, o alınmır, bir növ buradan başlayır razılaşmamağa. Və təbii ki də burada ananın təzyiqi var, qardaşın təzyiqi var, atanın təzyiqi var. Yəni bu evdəkilərin təzyiqi deyək də, ümumiyyətlə hər kəsdə fərqlidir. Bu xanımda xüsusi ananın təzyiqi idi. Ananın təzyiqinin də ananın proqramına görə olduğunu anlayanda və oradan çıxarmalı dərsi anlayanda qız depressiyadan çıxdı. Yəni artıq səhəri gündən başladı idmana yazılmağa, ingilis dili kursunu bərpa elədi. Bu günə qədər də bunu davam elətdirir. Və belə yüzlərlə case var, hansı ki seanslar keçmişəm, insanlarda bir çox dəyişikliklər olub və mənim 3-cü açar sözdə rəqəmimi də deyim, 3-cü açarda 9-dur, yəni 2, 4, 9 olacaq. Kim bunu mənə yazsa, həmin insanlar üçün mən uğurlu həftə günü və uğurlu geyim rəngini göndərəcəm. Çalışdım, çatdırım ki, sizlərə bəzi bir şeyləri danışım, izah edeyim. Bəs hardan başlayaq? Ümumiyyətlə, birinci növbədə kanala abunə olun, yaxınlarınızla paylaşın bu kanalı və mənim kanalımı. Sütçə o qədər genişdir ki, yəni tək bir plakat üstündə mən bir gün danışa bilərəm. Yəni bütün plakatlar üzərində bu ara bu qədər danışa bilərəm. İnsanların analizləri olsun, doğru şəkildə doğru sahəyə yönəlmələri olsun, biznes sferası olsun. Çox genişdir. Ona görə maksimum çatdırmaq istədim ki, bizim problemlərimizin kökü enerjidədir və biz enerjimizi qoruyub saxlayanda, artıranda, bərpa eləyəndə bizim problemlərimiz azalır və xoşbəxt olmağa başlayırıq hər birimiz. Belə, videomu izlədiyiniz üçün sizə təşəkkür edirəm. Paylaşın, kanallara abunə olun. Bütün sosial şəbəkələrdə varam. Harayüz Hüseynov yazsaz çıxacaq. Faydalanın, bu video boşuna qarşınıza çıxmayıb.